Bəs görəsən nədən Qurban Məmmədova heç deyib dolaşan yoxdur? Adam rahat-rahat oturub İngiltərədə ən bahalı ölkədə, dünyanın ən bahalı ölkəsində illərdir həm oradan yeyir, həm hardansa yeyir, həm xalqdan yığıb yeyir və qardaşı da burada başqa bir səbətdə oturub ki, bir səbət dağılanda digərində Sərdar otursun və güya bir şey olanda da bunların bir-birinə heç dəxli yoxdur. Deməli belə çıxır ki, Qurban Məmmədov, yəni 2018-də onu ora göndərən hakimiyyətin başqa qoluna aiddir. Məncə bu DTX ola bilər. Çünki onu orada saxlamaq üçün, belə deyək də, bu varlı ölkədə saxlamaq üçün samballı bir qüvvə lazımdır. Həm də ki, Qurban Məmmədov sırf Naxçıvan klanına aiddir və bu klan özünü qorumaq üçün onu ora ezam edibdir. Və eyni zamanda Qurban Məmmədovun ölkədə heç bir sosial bazası yoxdur. Cəbhənin var, onlar qaraçılığa salıb hay-harayla, yəni istədiklərini eləyə bilərlər. Onlar çünki yediyi qazana tüpürən olublar həmişə. Amma Qurban Məmmədovun bazası yoxdur. Qurban sadəcə lazım olan işləri yaxşı icra etdiyinə görə ona dəyib dolaşan yoxdur.